Uşaqlar salam. Bugünkü testimizin izahında sizə alkanlar testinin izahını verəcəm. Keçək suallarımızın izahını. Birinci sualda yazıb ki, hansı karbohidrogenin xlorlu törəmələrinin sayı ən azdır. Bilirik ki, alkanlar əvəzetmə reaksiyasına girir. Əvəzetmə də hidrogenin sayı qədər olur. Onda belə çıxır ki, xlorlu törəmələrinin sayı ən az olan alkan, hidrogeni ən az olan alkandır. Bu da metandır, CH4. Onda 4 dəfə əvəzetmə gedir. A variantıdır. İkinci sualda yalnız alkanlardan ibarət cərgə. Alkanlar CnH2-nin üstəgəl 2 formuluna tabidir. Deməli, biz də cavabda bunu axtarmalıyıq. C variantı. Propan, pentan, heptanı veribdir. Üçüncüdə, alkanlarda izomerlik homoloji sıranın 4-cü üzvündən başlayır da, yəni butandan. Niyə? Alkanların siniflər arası izomeri yoxdur. Sinif daxili izomerliyinin quruluş izomerliyi var, bir də optik izomerlik var. Quruluş izomerliyində zəncirin quruluşu dəyişir. Optik izomerliyində isə karbona 4 dənə müxtəlif atom və ya atom qrupu birləşməlidir. İndi məsələn metanı başqa cür yazanmazsınız. Etanı başqa cür yazanmazsınız, görürsünüzmü? Və yaxud da propanı başqa quruluşa çevirmək olmur. Amma məsələn biz butandır da bu. Mən istəsəm bunu 2 metil propan şəklində yaza bilərəm. Gördüm, bunlar bir-birinin izomeridir. Amma o birlərin quruluşunu dəyişmək olmur deyə izomeri yoxdur. Butandan başlayır. Emir artdıqca da izomerlik artır. Cavab D variantıdır 3-də. 4-də təbii qazın əsas tərkib hissəsi bilirik ki, metandır. Ümumiyyətcə təbii qazda metan, etan, propan, butan. Metan, etan, propan, butan olur. 80-97%-də metan təşkil edir A variantı. 5-də bromlu suyu rəngsizləşdirə bilməyən karbohidrogenlər doymuşlardır. Doymuşları da niyə doymuşlardır? Çünki pir abitəsi yoxdur. Doymuşları da belə tanıyırıq. Sonu an şəkilçisindən olanlar da doymuşlar. Sonu an olan B variantıda 2,3 dimetil pentan. 5-də B, 6-da hansı maddənin 1 molu normal şəraitdə 22,4 litr həcm tutur? Əlbəttə ki, bu qazlara məxsusdur. Söhbət qazdan gedir. Qazların 1 molu 22,4-dür. Bu da bərabər deyil deyirsə A variantı, çünki mayedir. Nisbi molekul kütləsi 142 olan alkan bilirsiniz ki, CnH2-nin üstəgəl 2-dir. Bunun emirini hesabla. Karbon 12-nin, bu da 2n+2 eləyir 14-nin üstəgəl 2. Bərabərdir 142-yə. N buradan eləyir 10-a. Deməli, içində 10 dənə karbon var. A variantı. 8-də karbon sayı 9 deyirsə, N-in yerinə 9 yazacaqsan. C9, H 2 dəfə 9, 18, 2 gələndə 20. Bunun emirini karbon 12-yi vurursan 9-a, üstünə gəlirsən 20. Düz deyilmi? Bu da eləyir 128 A variantı. 9-cu sualda. Deməli, CnH2-nin üstəgəl 2-dir, karbohidrogen. Yazıram. Bunu yandır, əmsallaşdır və oksigen əmsalını istəyir. Heyvunuz bilirsiniz ki, hər sinifi keçdikcə bu yanma tənliklərini yazdırır, amma əmsallaşdırıram sizə. Aha, burada N dənə karbon var, bura N yazıram. Burada 2N üstəgəl 2 hidrogen var, bura N üstəgəl 1 yazıram. Burada oksigenin sayı 3N, və burada 2N dənədir oksigen, burada N üstəgəl 1 dənədir. 3N üstəgəl 1-dir. 3N üstəgəl 1, bunun ayağında 2 var deyə 2-yə bölürəm. O da onda B variantıdır, 9-da. 10-da. Butanla oksigenin tam yanma tənliyi. Butan C4H10-dur. Yandıranda nə verir? CO2 üstəgələk su. Karbon 4 dənədir, bura 4. Oksigen, hidrogen 10 dənədir, bura 5. Amma oksigen üzə yaxşı ədəd olmadı. 13 dənə oldu, onda bura 6, onda 5 düşür. Düzdür? Onda biz gəlin. Əmsal kəsirlə olmaz da. Onda bunu 2 dəfə artıraq. 8, 10, 26 dənə oksigenə görə 13. Deməli, 2-nin 13-ə nisbətində birləşib. Onda B variantı. 11-də hansı karbohidrogenin 2 molu yananda 8,96 litr karbon qazı alınır? Baxın. Diqqətdən qulaq asın bir. 2 molu yananda 89,6 deyir, üzr istəyirəm. 2 molu yananda 89,6 litrdirsə, 1 molu yananda nə qədər karbon qazı alınır? Bunu tapaq. 44,8 CO2. 44,8 CO2 2 mol CO2 deməkdir. Çünki 1 mol 22,4-dürsə 44,8-in 2 mol deməkdir. 2 mol CO2-nin içində 2 dənə karbon var. Deməli, karbohidrogenində 2 karbon olmalıdır. B variantı.
12-ci sualda ondan da 0,2 molu yananda 1,2 mol su alınırsa 1 molu yananda nə qədər su alınır? 6 mol. Sual verirəm. 6 mol suyun içində neçə hidrogen var? 12 dənə. Deməli, sənin maddəndə 12 hidrogen olmalıdır. Y variantı. 13-cü sualda. 13-cü sualda nə deyir bizə? Deməli, bilirsiniz ki, bu natrium asetatdır. Natrium asetatın üstünə natrium OH gələndə burada CH4 alınır, bir də natrium 2CO3 alınır. Əmsala ehtiyac yoxdur, baxa bilərsiniz. Bunu verib 16,4. Qarşılıqlı təsirindən alınmış metan. Məsələ buraya qədər 1-dir. 16,4 qram natrium asetat natrium OH-la girəndə alınmış metan. Alınmış metan deyir. Metanın molunu demir, qramını demir, litrini demir. İndi nəyinisə desəydi, məcbur onu tapacaqdik da, özünüz bilirsiniz. Litr deyən kimi tez qaçıb metanın litrini tapmalıyım. Amma alınmış metan deyir. Öcə siz burada metanın nəyini istəsəz tapa bilərsiniz. X. Qramın altda mR, molunu tapıram da, molun altına əmsal yazılır axı, onu tapmaq daha rahat. Bu eləyir 0,2 mol. İndi həmən metanı yandırırıq. CO2 su verir. Tənliyi yazırıq, əmsallaşdırırıq. 4 oksigenə görə ki, metan 0,2-dir, molun altda əmsal. Neçə litr oksigen? 2, bu da 2 vur 23,4. Deməli, bunu indi 0,2 2-yə vuranda 0,4. 0,4 də 23,4-ə vuranda 8,96. 13-də D variantı. 14-də şaxəli quruluşlu alkanları göstər. Baxın, bunu belə tanıya bilərsiniz. Əvvəla bir şey deyəcəm sizə. Bunu rahat başa düşmək üçün siz əvvəlcə birli, ikili, üçlü, dörtlü karbon nədir onu bilin. Baxın, birlik, məsələn, belə bir şey yazıram, bax. Məsələn, belə bir şeylər yazdım. Baxın, bu birli karbondur. Niyə? Çünki bir karbona birləşib. Bu ikili karbondur, 2 karbona birləşib. Bu birlidir, birinə birləşib. Yəni, birli karbon odur ki, karbon bir karbona birləşsin. İkili karbon odur ki, karbon 2 karbona birləşsin. Üçlü karbon odur ki, karbon 3 karbona birləşsin. İndi burada bu ikilidir, bu birlidir, bu dörtlüdür, bu birlidir, bu birlidir, bu birlidir. Düzmü deyirəm? Məsələn, belə eləsəydim, məsələn, bu olardı üçlü. Yəni, sözümü nəyə gətirəm? Bax, fikir verin. Bax, bu şaxəsizdir, şaxəsizdir. Bu şaxəlidir. Şaxəsiz odur ki, ən uzun zənciri seçəndə kənarda radikallar olmasın. Və yaxud da şaxəsiz o deməkdir ki, karbonlar orada ancaq birlinin ikilidən ibarət olsun. Amma şaxəlidə ən az da olsa bir dənə üçlü ya da bir dənə dörtlü olmalıdır. Onda ucu avtomatik şaxəlidir. Məsələn, bax, 14-də birinci şaxəsizdir. Niyə? Çünki uculardakı birlidir, ortadakıların hamısı ikilidir. İkinci yox, ikinci ucu şaxəlidir. Niyə? Çünki oradakı CH var, CH, o ucu üçlüdür. Üçlü ya da dörtlü varsa içəridə mütləq o şaxəlidir. Çünki ən uzun zənciri seçəndə ucu kənarda yan şaxə qalacaq da. Məsələn, bax belə. Belə deyil bu. Bax, belə deyil. İndi ən uzun zənciri seç deyirəm. Seçdim, görsən şaxə qaldı. Üçüncü də şaxəsizdir, çünki ancaq birli və ikili karbonlardan ibarətdir. Amma dördüncüdə şaxə var, çünki CH üçlüdür. Başa düşürsünüz, şaxəsiz birli ikilidən, şaxəli isə üçlü və ya dörtlü olmalıdır içəridə. Şaxəli onda 2 ilə 4-dür. B variantıdır. 15-i özünüz yazın. 16-da özünüz yazın. 17-də baxın, birli karbon nədir? Karbon bir karbona birləşsin. CH3-dür də, birli karbon CH3-dür. Niyə? Bir dənə karbona birləşib hamısı, ona bax. CH3 də orada 6 dənədir. Deməli, 6 dənə birli var. 6 dənə birli D variantıdır da, 17D. 18-də metilen qrupu. Baxın, bunu deyim sizə. Bu metildir. Metildir. Bunu gördünüz, bu isə metilendir. Qeyd eləyin testinizin yanına. Metilen CH2-dirsə, orada bircə dənə metilen qrupu var. Y variantı. On 18-i dedikdə 19. Birləşmənin molekulu metil. Bunu özünüz yazın. Metil bildiniz də nədir? 20-də pentan 2 metil butana keçib. Bax.
Pentan budur. Bu keçib 2 metil butan. Addan quruluşa keçəndə həmişə sondan başlayın demişəm. Butan deyəndə 4 karbon düzüldü, 2 metil. İndi baxırıq. Əslində baxıram ki, bunun ikisi də C5H12'dir. İkisi də C5H12'dir. Fikir verin. İkisi də C5H12'dir. Emerləri eynidir, amma quruluşları fərqlidir. İzomerdirlər, B variantı. Amma o birisində pentan C5H12'dir. Penten 1, penten alkendir. Alken CNH2'dir. NH5 qoyanda o alınır C5H10. Nə baş verib burada? Hidrogen çıxıb da. Yəni dehidrogenləşmədir, C variantı. 22-də bromlu suyu rəngsizləşdirməyən karbohidrogen. Bromlu suyu rəngsizləşdirməyən sonu an şəkilçisindən qutaranlardır da, doymuşlar, C variantı eləyir. Würz reaksiyasının sxemi. Baxın, Würz reaksiyası monohalogenli alkan, ümumi sxemi də var da materialda. Üzərinə metal gəlirsən, radikal öz-özündən kopyalanır, öz-özündən kiləşir və duz çıxır. Və fikir verirsinizmi? Məsələn, CH3 xlordur, üstünə natrium gələndə, həm də bu reaksiyada karbon zəncirinin uzunluğu artır. Buna bax, bayaq CH3 olan, indi CH3 oldu. Gördünüzmü? Natri xlor. İndi mən tənlikləri yazdım, 23-ü də, 24-ü də, 25-i də özünüz yazarsınız. Yəni də söhbət hamısında Würz reaksiyasından gedir. 26-da Würz reaksiyası üçün nə doğrudur? Hə, bir də bunu deyim ki, uşaqlar, Würz reaksiyasından alınması mümkün olmayan alkan metandır. İndi 26-da deyir, Würz reaksiyası üçün nə doğrudur? Bütün alkanları almaq olar. Dedim, axı metanı almaq olmur. Karbonun dərəcəsi dəyişir. Baxaq, -1, -1, buna düşür -2, -1, -3, -1, -3. Aha. Cavab B variantıdır 26-da. 27-də 10 litr karbon dioksid almaq üçün neçə litr etanı yandırmaq lazımdır? Sxem də qura bilərsiniz, tənliyi opşi yazıb əmsallaşdıra da bilərsiniz. Etan deyir C2H6, ox qoyuram, sxem qururam, daha rahat. Karbon dioksid istəmir. Onsuz da uşaqlar, biz bu tənliyi bütöv şəkildə C2H6 üstəgəl O2 alınır, CO2 üstəgəl su, düzdür? Biz bütöv şəkildə yazıb əmsallaşdırsaq da, bizə şərtdə bundan bunun haqqında məlumat verir. Yəni mən o bütöv tənlikdə də ancaq bunlarla işləyəcəm. Fikrim çatdı mı? Yəni mənə oksigenlə suca lazım olmayacaq da. Yəni deyirəm, ona görə niyə özümüzü əziyyətə salıb tənliyi bütöv yazıb əmsallaşdırırıq? Mən C2H6 ilə CO2 ilə işləmişəm, elə birbaşa bunlarla bağlı işləyim də. Bunlarla bağlı sxemi qurum, bunlarla işləyim. Niyə bir də özümü yoruram? 10 litr əmsallaşdırım indi. Burada 2 karbon var, 2. Şərtdə verilənləri üstə yazdım, altını da ona müvafiq olaraq doldururam. Bunlar gedir, x eləyir 5. Cavab Y variantı. Aydındır. 28-də. 28-də nədir? Hə, bunu özünüz yazarsınız. Burada düşməyib, amma 27-ci sualdandır. Yaxşı mı? 29. Hansı reaksiya doğru deyil? Metanı 1000 dərəcədə parçalayanda, metanı 550-600-də parçalayanda C2H4 üstəgəl H2 verir. D variantı düzdür. 1000-də parçalayanda karbon üstəgəl H2 verir. A variantı düzdür. 1500-də isə C2H2 üstəgəl H2, C də düzdür. Cavab B qalır, bir də Y qalır. Y variantı düzdür. Çünki metan katalitik oksidləşəndə spirt alına bilər, aldehid alına bilər, karbon turşusu alına bilər. Burada da Y variantında katalizatordan az sonra aldehid verim. B səhvdir, niyə? Mən sizin yadınıza bəzi tənliklər salacağım. Metanın üstünə karbon qazı və yaxud da su gələndə CO plus H2 alınır. Bunlara deyirlər sintez qazı. Amma karbon yanan kömürün üstünə su gələndə, kömür yana ki üstünə su tökürük, kömür qıpqırmızı qızarır, onda su tökürük. Orada da CO plus H2 alınır, amma o su qazıdır. Bunlar sintez qazıdır, aşağıdakı su qazı. Formulları eyni olsa da alınma mövqeləri fərqlidir. B variantı orada nədir? Səhvdir. Sonra 30-da molekulunda n sayda karbon atomu olan alkandan gedir söhbət. Bax, alkan CNH2-nin üstəgəl 2 ilə
Deyir molekulunda n sayda karbonu olan 5 mol alkan yananda neçə mol su alınır? Səndən su istəyir. Elə bil 5 mol alkan yananda suyun əmsalını istəyir. Nə var ki? Neçə dənə hidrogen var burada? 10 n üstəgəl 10. Burada da 2 var. Bu eləyir 5n üstəgəl 5. Ya da 2-yə vuranda sağla solda hidrogenlər bərabər çıxdı. 30-da B. 31-də 2 mol heksan. 2 mol heksan C6 H14'dür də. Aha. 2 mol heksan yanında neçə mol su alınır? Suyun əmsalını istəyir. Buraya düşür 14. A variantı. 32 sərbəst yazarsınız. 33'də. 2,5 dimetil heksan almaq üçün hansı birləşməyə natriumdan təsir etmək lazımdır? Baxıram ki, baxın, ən gözəli quruluşu yazandan sonra hər şeyi görməkdir. Heksan 6 karbondur. Düzdür? 2,5 dimetil. Yazdım mı? H3, H2, H2, H3. Aha. Nəyin üstünə natrium gələndə, nəyinsə üstünə natrium gəlir. Bax, bunu alır. Würz reaksiyasıdır da bu. Würz reaksiyasında radikal öz-özündən kopyalanır. Və biz buna da baxanda bunu rahatlıqla görə bilirik ki, sanki bu nəyinsə kopyasıdır. Ortadan qır. Ortadan qır. Ortadan qıranda bu alınır, bax. Ortadan qıranda bu alınır. Da bax. Gördün mü? Bax, indi. Bax, bunun üstünə natrium gələndə, natrium xloru götürür. Bu isə öz-özündən kopyalananda bu alınır. Cavab A variantıdır. Ona görə üzvi kimyanın suallarla rahat işləmək istəyirsən, rahat. Onda sualı oxuyan kimi hansı maddədən söhbət gedirsə tez onun quruluşunu yaz birinci. Ondan sonra yavaş-yavaş hər şeyi özümüz görə bilirik. 34-də nə deyir? Əvvəla məsələlərdə karbohidrogen deyən kimi həmişə formulu belə yaz, CXH. İndi 1 mol karbohidrogen yananda sadə deyir 4 mol CO2 alınıb, 5 mol da su alınıb. Karbohidrogen formulu. Burada neçə karbon var? 4, C4. Neçə hidrogen var? 10, C4, H10'dur da. Cavab C variantı. 35'də 1 mol metan üçün nə doğrudur? Bilirsiniz ki 1 mol 6,2/23 molekul tutur. A variantı səhvdir. 1 mol CH4'də 1 mol CH4'ün içində 12 qram karbon, 4 qram hidrogen var. B də səhvdir. Normal şəraitdə 22,4 litr həcm tutur. Xeyr, 1 mol həmişə 22. Hədə düzdür də elə. Hədə 1 moldan gedir də söhbət. 1 mol CH4 üçün 22,4 litr həcm tutmaq düzdür. C variantı düzdür. 36'da 36'da nə deyir? 36'da deyir ki CH4'dür, bir də C3H8'dir. Bunlar arası nisbətdə götürək ki, hidrogenlərin sayı bərabər olsun. Burada 8 hidrogen var, burada 4. Bunu 2'yə vurur, bunu 1'ə. A variantı 2'nin 1'ə. 37'də şaxəsiz quruluşlu C5H12 maddəsini adlandırın. Şaxəsizdən ha, C5H12 pentandır. Normal pentan Y variantı. 38 asandır, 39 asandır, 40 asandır. Bunları yazın. 41. Hansı alkanın izomeri yoxdur? Alkanlarda izomerlik C4H10'dan başlayır, butandan. Ona görə Y variantının yoxdur. 42 özünüz yazın. 43'də sağ solu bərabərləşdirməkdir. Deməli 2 mol C2H6 7 mol O2 ilə girib. Ümumiyyətlə karbohidrogenlər yanında CO2 ilə su verirdən. İndi bunu əmsallaşdıranda da onsuz 6 hidrogenə görə, bura 12 hidrogenə görə 6, bura 4 düzdür. Sudur da B variantı. 44'də birli alkil radikalını göstər. Birli alkil radikalı nədir? Bax, bu xət var, boş çıxan xət. O radikalı göstərir ki, bu radikaldır. Niyə? Radikal nədir? Alkandan, yəni karbohidrogendən bir hidrogen qopartmaqla yerdə qalan hissəyə deyilir. İndi bunların hamısı radikaldır. Çünki bunlardan hidrogen molekulundan hidrogen qopardılıb radikala çevrilib. İndi başlayaq. Bax, birinci birli alkil radikaldır. Hardan bilirəm? Çünki xəttin birləşdiyi karbon bir dənə karbona birləşib.
Bu birlidir. İkinci, o da birlidir. Çünki xəttin, o boş xət var, bax bu boş xət. Onun birləşdiyi karbon bir karbona birləşib. Görsən? Boş xəttin birləşdiyi karbon, bu deyil, bir karbona birləşib. Amma üçüncü ikilidir. Çünki xəttin birləşdiyi karbon 2 dənə karbona birləşib. Dördüncü isə üçlüdür. Xəttin birləşdiyi karbon yuxarı, aşağı və soldan 3 dənə karbona birləşib. Birlilər 1 ilə 2-dir. D variant. 45-i sərbəst yazın, 46. Alkanlardan katalizator iştirakı ilə alkenlərin alınması. Bax, alkan budur. Katalizator iştirakında alkenə çevrilir. Nə qayrıb bu? Hidrogen triftan, dehidrogenləşmədir. A variantı. 47-də. 47-də deyir ki, karbonla karbon arasında sigma 2 dənədirsə, neçə karbonu var? 3 dənə karbonu var da. Niyə? Çünki alkan alifatikdir. Alkan alifatikdir, açıq zəncirə sahibdir. Düzmü deyirəm? Alkan alifatikdir, açıq zəncirə sahibdir. İndi neçə karbon arasında 2 dənə xət sigma var? 3 karbon arasında. Çünki alkanlarda CC arası sigma karbon sayından bir vay dəyisi idi. Bunu bilirsiniz. 2 dənə karbon arasında 2 sigma varsa, deməli 3 karbon var. 4 sigma varsa, deməli 5 karbon var. B variantı. 48-də 22 dənə hidrogeni olan alkan. CNH2 üstə gəl 2 döyüm. 2-nin üstə gəl 2, 22-yə bərabər eləyəndə N 10 eləyir. 10 eləyir, bu C10H22-dir. Karbon 12-dir, 12-yə ona vuranda 120 üstə gəl 22. O da bərabərdir 144. 144. Yox, 142 üzr istəyirəm. 142 variantı. A variantı. 49-da. Hansı maddəni Würz reaksiyası ilə almaq olmaz? Würz reaksiyasından alınması mümkün olmayan alkan metandır. 50-də. Hansı sinifə aid maddələr hidrogen birləşdirmir? Bax, alkan, bir də disikloalkan. Görsən, sonu an şəkilçisindən qutarır. Bunlar doymuşdur. Bunlar özlərini işinə birləşdirmir. Amma disikloalkandan 2 dənə istisna var. 3 bucaqla 4 bucaq. Bunlar birləşməyə girir. Qalan bütün alkanlar və qalan bütün disikloalkanlar birləşmə reaksiyasına getmir. 49, 50. Hə, 50, 51 özünüz seç. 50, 51, 52. Özünüz seçərsiniz. Mən məlumat verdim. 53-də. Hansı maddə CNH2-nin üstə gəl formuluna uyğun deyil? A variantı uyğun gəlmir də. N'in yerinə 4 qoyanda C4, 2 dəfə 4, 8 üstə gələndə C4H10-dur. C4H10. Ona görə o A variantı olmaz. Nə deyir ki? Eğer 1, eğer 2 alkil radikalı olarsa reaksiya nəticəsində hansı alkanı alına bilməz? O Würz reaksiyasıdır da, düz deyilmi? Würz reaksiyasıdır. Baxın, Würzdə bu 25-50% alınanlardır. 25% nə deməkdir? Öz-özündən kopyalananlar, amma R1 ilə R2 onlar bir-birindən birləşəndə isə o 50%-də alınandır da, yəni. Bunlardan asını ala bilmərik. Məsələn, bax, A variantını ortadan bölsəm, ikinci eləyir, R2CH, CH3 verir, bax. Bax, A variantı, siz onu xəyalən canlandırmalısınız da, birinci qrupunda qəbul sualı olub, bax bu. Elə bir çətin bir şeydir, indi deyəcəm niyə çətindir, bax. Bax, bu deyim. Bax, CH. Yəni, bir beyninizdə orada yerləşdirməlisiniz. Bax, A variantındakı bu deyim, bax. Mən bunu bölsəm ortadan, bax belə. Mən bunu belə bölsəm ortadan. İndi fikir ver. Orada var, R2CH, brom, CH3. Bax, bura var, bax, bura. Burada var, orada var. İkincisinə bax, 54-də R2CH, CH3-ə bax. Yəni, mən burasına brom qoyanda, bax, bura deməli R2-dir. Etil qoyub. Etil qoyanda, yəni, bu alkanı almaq oldu. Bunu silirəm. Bunu silirəm, B variantını yazıram. Bu qeyri-simmetrikdir bu. Bu qeyri-simmetrikdir. Bu qeyri-simmetrikdir elə. İndi bunu xəyalən canlandırmalısan. Bax, bunu buradan bölsəm, 50% alınandır da bu.
Bir fikir ver. Bir ora diqqətlə bax. Bax bura var, bax bura. Bura brom olanda, buraya da brom qoyanda oradakılar alınır bax. Bunu görürsən, R2-nin yanında bunu görürsən. Deməli buranın özü R2-dir. R1-ə bax, R1 CH2 brom. Bax, bura var görsən birincidə. Deməli bura da R1-dir. Bura da R1-dir. Bunu da canlandırdıq. 82-yə, 82, estağfurullah. C variantına baxaq. C variantı. C variantını harda görmək olar? C variantını belə düşünək. CH simmetrikdir özdə. Fikir ver, ortadan böləcəksən. Buna bax. Bunu ortadan böləndə R1 CH2 bromu verir. Bax, burayı görürsən. R1-in yanında bunu görürsən. Onda qoy R1 bura olsun. Ödəyir, bu da ödəyir. Gördün? R1-ə izopropili versəm, bax, R1-ə izopropili qoysam, onda bax, orada bu alınır. Burasında da brom. Və kopyalayanda da bu alına bilir. D variantına bax. D-da belə bir şeydir. CH3, CH2, CH2, CH3. İndi bunu bölsəm. Birinciyi verir. R1 CH2 bromu verir. Buraya bir dənə brom at. Burayı görə bilirsən orada. Bu da R1 olsun da. Görsən. Amma Y variantını alanmazsan. Y variantını niyə alanmırsan bilsən? Çünki bu əvvəla simmetrik deyil. Yəni bu nəyinsə kopyalanması deyil. Yəni simmetrik deyil də onu demək istəyirəm. Deməli bu 50% alınandır. Onlar bir-birindən birləşib bunu verəcək. 50% alınan qeyri-simmetrikdir də bilirsiniz. Würz reaksiyasının o 3 mərhələli olanında. Nəysə mən bunu buradan da bölsəm. Buradan da bölsəm. Yəni onu demək istəyirəm ki, bu hardan bölsən də metillə üçlü butilin birləşməsidir. Mən yaxşı bax, R1-ə ən balaca metili qoyanda CH3, CH2 brom eləyir. Mən orada R1 ilə R2-yə radikal qoyanda, yəni demək istəyirəm ki, karbonun sayı çox olur da. Mən bunu nətər hardan alım, yaxşı sual verirəm. Bax, R1-ə ən balaca R1-ə bunu qoydum da. Və məndə bu görsən burada 2 karbon olur. Və bunu mən nətər gətirim sizə? Məsələn, biri var R1 brom olaydı, bax bura. Deyəydim R1-ə metil ver, elə. Qoy bunu da ki, o birisinə quraşdıraq. Görsən, olmur. Y variantını almaq olmur. 55. CNH2-nin üstə gəl 2 alkan verib. CNH2-nin üstə gəl 2. Elə. Bu karbohidrogenin ümumi formuludur. Hidrogen kütləsini karbon kütləsinə böləndə bərabərdir 9-da 2. 18 n üstə gəl 18 bərabərdir 24 n-ə. 6 n bərabərdir 18-ə, n də bərabərdir 3-ə. N 3-dür. C3H8. A variant. 56-da. 56-da hansı radikalların birləşməsindən əmələ gələn alkanın xlorlu törəmələrinin sayı eynidir? Hansı radikalların birləşməsindən əmələ gələn alkan? Məsələn, ananjeni qoşuram. CH3, CH, CH3, CH3. Bu birincidir. İndi ikinciyə baxıram. İkincidə anan B. Üçüncüdə B ilə D. CH3. Dördüncüdə anan D. İndi burada xlorlu törəmələrinin sayı eyni olanı istəyir, düzdür? Məsələn, biz deyirdik ki, xlorlu törəmələrinin sayı ən az olan alkan metandır. Niyə? Çünki 4 dənə hidrogeni var, 4 dəfə vəz etməyə girə bilər. İndi burada da xlorlu törəmələrinin sayı eyni olan, elə eyni sayda hidrogeni olanı nəzərdə tutur da. Bu C4H10-dur, 10 dəfə vəz etməyə girər. Bu C4H10-dur, 10 dəfə vəz etməyə girər. Amma bu C5H12-dir, 12 dənə hidrogen əvəz oluna bilər. Bu C3H8-dir, 8 dənə hidrogen əvəz oluna bilər. Ona görə cavab 1 ilə 2 Y variantıdır.
57-də. 57-də CH4-ü birincidə 1000 dərəcədən söhbət gedib karbon plus H2 alınır. CH4-ü, CH4-ün üstünə burada su gəlib. Bilirsiniz ki, CO plus H2 alınır. O birisində CH4-ün 1500 dərəcə Celsidə qızdırıb. Onda 1500-də C2H2 üstə gəl H2 alınır. Nəysə, mənə deyir ki, hər bir reaksiya üçün 1 mol metan götürmüşəm və bu zaman alınan hidrogenlərin mollarını müqayisə elə. Bura 2 düşür. Deməli, x bərabərdir 2. Bu birisini də əmsallaşdıraq. Buraya 3 düşür. Y bərabərdir 3. Bunu əmsallaşdırında burada bir karbon var. Ona görə bura 0.5 yazıram ki, karbon sayı 1 olsun. Burada bir hidrogen 4-dən biri çıxanda 3. Bu da eləyir 1.5. Deməli, Z də bərabərdir 1.5-ə. Deməli, Y böyükdür X-dən, o da böyükdür Z-dən. Y variantı. %58-də. 58-də molekulunda 7 karbon atomu olan alkandır. Molekulunda karbon atomunun sayıları. Birlisi 5 dənə, ikilisi 0, üçlüsü 1, dörtlüsü 1. Düzdür, variantları açaraq da bunu tapa bilərsən ki, hasının içində 5 dənə birli, ikili 0-dır, üçlü bir dənədir, dörtlü bir dənədir. Elə də tapa bilərsən, amma özün də quraşdıra bilərsən, çox rahatdır. Nətəri, bax, dörtlü demir, bir karbon yazıram. Dörtlü olması üçün ona 4 dənə karbon birləşdirirəm. Bax, bu uca dörtlüdür, bu dörtlüdür. Sonra deyir üçlü, üçlü, baba, bunu da üçlü eləyirəm. Gəl, bunu da üçlü eləyək. Baxa bilərsən, ikilisi yoxdur. Baba, üstünə işarə qoyuram. Bunlar da bilsən ki, birlilərdir. Bax, birlilərdir. İndi deyir, bunu beynəlxalq adlandır. Beynəlxalq adlandırım. Ən uzun zənciri seçəcəyik. Şaxa yaxın olan tərəfdən nömrələyəcəyik. Hər iki tərəfə şaxa eyni nömrədədirsə, onda şaxanın çox olduğu tərəfdən nömrələyəcəm. 2-yə metil düşüb, 3-ə də metil. 2, 2, 3, 3 metil. 4-ə də deyirlər butan. Y variantı. %59. Hansı alkil xloridə natrium gələndə hidrogenə görə nisbi sıxlığı 29 olan alkan alınır? Hansı alkil xloridə? Bax, alkil xloridə hidrogenə görə nisbi sıxlığı, belə deyilmi? 29 bərabərdir M bölü 2, M neçə eləyir? 58. Alkandan getmir söhbət. CnH2-nin üstə gəl 2, qulaq asın. 14-in üstə gəl 2 bərabərdir 58, N eləyir 4. Bu deməli C4H10-dur. Bu C4H10-dur. İndi bu C4H10 bizim alınan alkanımızdır. Və hidrogenə görə də nisbi sıxlığı həqiqətən 29 eləyir. Bu alkanı istəmir ki, mən cavabda C4H10 axtaram. Bu deyir ki, hansı alkil xloridə? İndi bu alkan vürslə alınmayıb. Sual verirəm, nə kopyalanıb öz-özündən bunu verib? Deməli, bu C2H5 xlor imiş. C2H5 xlor üzərinə natrium gələndə kopyalanır, bunu verir. Cavab C variantı. C4H10 üstə gəl natri xlor verəcək də C variantı. 60-da. Metanın termiki parçalanması nəticəsində asetilin. Asetilin metanın 1500 dərəcə Celsidə parçalanmasından alınır, bilirsiniz. 2 karbon var, bura 2. Deməli, bura 3 düşür. Tənli yazdım, əmsallaşdırdım. 5 ardıcıl qaydadır. 0.5 mol asetilin, molun altı əmsal. Neçə litr hidrogen? X litr. Litrin də altına əmsal vururum ki, 10.4. Aha. 1.5'i vuranda bu da eləyir 33.6 D variantı. -61. 61'də etanı xlorlaşdır. Bax, yox. İndi etan C2H6 yazılır da. Bu xlorla maksimum 6 mol gedə bilər. İstəsən 1 mol gəl, istəsən 2 mol, istəsən 3 mol. İntihası bilmirəmdən hasını nəzərdə tutur. Ona baxaq. Bax, 1,12 litr etan deyir elə. 1,12 litr nə deməkdir? 0,5 deməkdir də. Bu 0,5'dir. Oxu qoyuram. 7,3 qram H xlor nə deməkdir?
7 onda 3 36 onda 5'ə böləndə 5'də 1 nə demək? 0 onda 2 mol aşıq olur deməkdir. Aha. İndi bunun hər tərəfini 100-ə vur. 100-ə vur, 5'ə ixtisar apar. Bu qalır S2H6. 100'ə vur, 5'ə ixtisar apar deyəndə 4 mol aşıq olur. Elə. İndi 7 onda 3 qram aşıq etan molekulunda neçə hidrogen atomu xlorla əvəz olunur? Baxıram. H xlor neçə mol çıxıb? 4 mol. Deməli bunun 4 dənə hidrogenini çıxardıbsan. Bax belə olub. Bax bu tənlik. S2H6'nın üstünə 4 mol xlor gəlib. İndi S2H2 4 hidrogen xlorla əvəz olunub. 4 mol da H xlor çıxıb. Fikir ver, bax beləymiş. A variantıdır. (62) Hansı reaksiyadan metan alınmır? Birincidən S2H6 üstəgəl natrium 2 CO3 alınır. İkincidə kalsium OH2 üstəgəl C2H2 alınır, asetilen alınır. Üçüncüdə CH4 üstəgəl natrium 2 CO3. Birincidən, ikincidən metan alınmadı. Y variantı. 63'də. Hansı reaksiyadan metan alınır? Birincidən S2H4 üstəgəl H2 alınır. İkincidən kalsium OH2 üstəgəl C2H2 alınır. Cavab üçüncüdə alüminium OH3 üstəgəl CH4 alınır. Metan alındı. Y variantı. 64'də. CH3 xlorun üstünə natrium gələndə natri xloru götürür. CH3 öz-özündən kopyalanır. Vürs reaksiyası da S2H6 verir. Etan alınır, düz deyir. Oksidləşmə reduksiya reaksiyası da düz deyir, bəsit maddə var. Məhsullardan biri bərk haldadır, düz deyir, çünki duz var. Bu duzdur da, duz da bərk olur. Karbon zəncirinin uzanması ilə gedir. Bəli, vürs reaksiyasında karbon zəncirinin uzunluğu artır. Alken alınır, səhvdir. Vürs reaksiyası alkana məxsusdur. Y variantı səhvdir. Butandan izobutan alır. Butan budur. İzobutan da budur. İzobutan yəni şaxələndirib. Mənə deyir ki, dəyişən nədir? Karbon atomunun valenti. Xeyr, karbon hər yerdə 4 valentlidir. Karbon zəncirinin uzunluğu bəli, uzunluq qısaldı, görsən. Hidrogen atom sayı o dəyişmir. Bunun hər ikisi S4H10'dur. Bu sadəcə nə qayırıb? İzomerdir də, yəni quruluşunu dəyişib. Ona görə də B variantıdır 2, yalnız 2. Butan S4H10'dur. Butadiyen S4H6'dır. Aha. Karbon atomlarının valentliyi. Karbon zeonu çıxmaq şərtinlə karbonu harda gördünüz 4 valentli götürün. Bir dənə zeoda 3 valentlidir də bilirsən. Qalan hər yerdə 4. Bir səhv. Karbon atomunun hibridi, bəli. Bu alkandır. Orada karbonlar yalnız sp3'dür. Amma bu alkadiyenə çevriləndə orada 2 qatlar çıxır ortaya. sp2 karbon da yaranır. 2 dəyişib, düzdür. Karbon atomlarının sayı o dəyişməyib. Cavab A variantıdır. Hansı maddələr hidrogeni birləşdirmir? Da bunu özünüz yaza bilərsiniz də, yəni. Sonu N, in, diyen, bunları çıxın da. Etilen getdi, etilen getdi, etilen getdi, propilen getdi. Cavab Y variantı. Sonu an olanlar doymuşdu, özlərini işinə birləşdirmir. Hansı reaksiyadan alkan alınır? Adətən alkan alınma tənliyi deyəndə hər şeydən öncə ağlınıza vürs reaksiyası gəlsin. Vürs reaksiyası alkanları almaq üçün istifadə olunan ən məşhur üsullardandır. Yadınızda saxlayın. Alkan alınan vürs B variantıdır. 69'u özünüz seçin. 70'də. 70'də alkan CNH üstəgəl 2'dir. Atomlarının sayı da 3N üstəgəl 2'dir. O bərabərdir 17'yə. N buradan 5 eləyir. Deməli bu C5H12'dir. C5H12'dir. İndi bunun izomerlərinin sayı. C5H12'yi neçə cür yazmaq olar? Bu 1. Bu 2. Bu 3. Başqa cür yazılması mümkün deyil. Yəni baxa da bilərsiniz. 3 cür izomeri var. Y variantı. Butanda 2'dir, pentanda 3'dür. Emer artdıqca da izomer sayı artır. 71'də alkan deyir. Alken deyir. Atomlarının ümumi sayı. Burada 3N üstəgəl 2 atom var. Burada da 3N dənə. Bunu buna böləndə deyir 6'da 7 eləyir. 21N bərabərdir 18N üstəgəl 12.
3n bərabərdir 12-yə, n bərabərdir 4-ə. Neçə karbon var? İkisində də 4 karbon var da, B variantı. 72-də. 72-də bax, pentan C5H12-dir, elə. Bundan 2 dənə CH2 çıx. Yəni, bundan 2 karbon, 4 dənə də hidrogen əysildi. Oldu C3H8. Propandır da, D variantı. 73-ü sərbəst yazın. 74-də. Molekulunda 12 hidrogen atomu olan, 12 dənə hidrogeni olan alkan C5H12-də, düzdür, pentandır. İndi bunu deyir, elə aç ki, bir ədəd üçlü karbon olsun. Üçlü karbon nədir? Karbon 3 karbona birləşməlidir. İndi yerdə bir karbonum qalıb. Bura yazanmaram qorxumdan. Niyə? Çünki onda o karbon dörtlü olur. O üçlü qalmalıdır. Deməli, bir dənə karbon qalıb, hara istəyirsən yaz. Yəni, 3 tərəfdən də hara istəyirsən yaza bilərsən. Bura yazma, ha. Bura yazanda dörtlü oldu. İndi bunu səmərəli üsuldan adlandır. Səmərəli, yəni rasional. İndi, səmərəlidə ən çox şaxəli karbon seçirdin. Ona birləşən qolları kiçikdən böyüyə doğru deyib, axırda da metan deyəcək. Adı bunun nədir? Dimetil, etil metan. Dimetil, etil metan. D variantıdır ona görə. 75-i sərbəst yazarsınız. 76. Alkanda emeri 72-dir. Alkan CNH2-nin üstəgəl 2-dir. 14-nin üstəgəl 2, 72-dirsə, N neçə eləyir buradan? 5. İndi deyir C5H12-dir. İndi bunu elə az ki, bir ədəd üçlü karbon olsun deyir. Üçlü karbon yazdım belə. Bir karbon qarıb bura yazanmaram, çünki dörtlü olur. Bura yazıram. Ya keyfin istəyir, bura yaz. Eyni şey alacaqsan onsuz da. Gəlin səliqəli olsun, bura yazdım. İndi bunu beynəlxalq üsulundan adlandır. Ən uzun zəncir seçilir. Şaxa yaxın olan tərəfdən nömrələnir. İndi hidrogenləri də yazaq da problem deyil. 2 metil. 4-də də deyirlər butan. 2 metil butan, B variantı. %77. Özünüz yazın. 78. Bax, 78-də nə demişəm sizə? Emer artdıqca alkanlarda qaynama temperaturu artır. Emerləri bərabər olan alkanlarda şaxəsi az olanın qaynama temperaturu yüksək olur. Bax, bunların hamısına bax, C5H12-dir. Hamısı C5H12-dir. Bir fikir verirsən, hamısı. İndi şaxəsi az olanın qaynama temperaturu yüksək olur. Şaxəsi az olanın. A variantında şaxə yoxdur. B-də bir dənə şaxə var, C-də də 2 dənə şaxə çıxıb. A variantıdır. 79. Alkandır. Molekulunda sp3 hibrid orbitalın sayı. Əvvəla alkanlarda karbondan yalnız tək qat çıxır. Ona görə alkanlarda bütün karbonlar sp3 hibrid vəziyyətdədir. Bir sp3-ün yaranmasında 4 dənə hibrid iştirak edir. N dənə karbon var deyə hibridi 4N oldu. Sigma rabitəsinin sayı. Sigma CC arası ola bilir, bir də CH arası ola bilir. Alifatikdir deyə CC arası sigma karbon sayından 1 əksikdir. CH arası da hidrogen sayı qədərdir. Və nəticədə 3N+1 sigması var. Amma sizə asan bir yol öyrətmişdim. Alkanla ümumiyyətcə alifatiklərdə sigma rabitə ümumi atomun sayından 1 vaid əksik olur. Alifatiklərdə həmişə belədir. Sikliklərdə isə sigma rabitə ümumi atomun sayı qədərdir. İndi bu sigması 3N+1 oldu. Hibridi də 4N oldu. İndi bunları cəmlə. 79-da C variantı. Alkandı CNH2-nin üstəgəl 2. İndi CC arası sigma rabitənin sayı N-2-dir. Bax, əvvəla alkanlarda CC arası sigma karbon sayından 1 vaid əksikdir. Elə? Onda deyə bilərəmmi, əgər CC arası sigma N-2-dirsə, bunun karbon sayı N-1 olub. Gördünüzmü deyirəm? Hədə, CC arası sigma karbon sayından 1 vaid əksik olur. Deməli, mən karbon sayına N-1 yazdım ki, bundan 1 çıxanda N-2 qalsın. İndi hidrogen tapaq. Bax, karbon sayı N döyük. Karbon sayı N olanda hidrogen necə tapıbsan? Karbon sayını 2-yə vurub, üstə 2 gəlibsən. İndi də hidrogeni tapmaq üçün bu karbon sayını 2-yə vur, üstə 2 gəl.
n çıx 1'i 2'yə vurub üstəki gələndə bura eləyir 2n. İndi formulu aldım. Cn çıx 1 h2n. Bunu emeri 12 vuraq n çıx 1 üstə gəl 1 vur 2n. O da nə eləyir? 14 n çıx 12. Varmı emer düstur orada? D variantıdır da. 81-də hansı reaksiya zəncirvarıdır? Zəncirvari reaksiya odur ki, reaksiya məsələn qutarır, bir də başlayır, qutarıb yenə gedə bilər. Bu halogenlə reaksiya ola bilər də. Məsələn C variantına bax. CH4 xlorla nə verdi? CH3 xlor üstə gəl H xlor. CH3 xlor yenə xlorla gedə bilər. CH2 xlor 2. Bu yenə xlorla gedə bilər. CH xlor 3. Yenə gedə bilər. C xlordur. Zəncirvari bu da qaydır gedir. 82-də hansı reaksiya getmir? Y variantı. Alkanlar hidrogen halogenitlərlə reaksiya girmir ki. Nə verəcək ki girib güya? Y variantında nə verəcək ki? 81C, 82Y. 83. Alkanlarda izomerləşmə reaksiyası zamanı nə dəyişir? Bir dənə izomerləşmə reaksiyası yazıram məsələn. Butanı izobutana çevirdim. Karbon atom valenti dəyişmir. Emeri dəyişmir. Molekulda atom sayı dəyişmir. Atomlar arasındakı rabitə sayı dəyişmir. Karbon atomlarının birləşmə ardıcıllığı dəyişir də. Bu belə birləşib, bu belə birləşib. Birləşmə ardıcıllığı dəyişdi də. 83-yə. 84-də. CnH2, bax, belə bir alkan verib, CnH2-nin üstə gəl 2. Deyir 1,12 litri. 1,12 litrim 2,2 qramdır. 22,4-ə nə qədərdir? 14-ün üstə gəl 2. Bunun özü normalda 22,4 litrə. 14-ün üstə gəl 2-dirsə, 1,12-yə də 2,2 verib. Vergül atsam, bura 1,0 gəlir. Bununla bu gedir 20. 22,2-yə vuranda 44 bərabərdir 14-ün üstə gəl 2. 14-ün bərabərdir 42-yə, end eləyir 3-ə. 3C variantı. 85. 2 mol karbohidrogenin tam yanması. Karbohidrogen CXHY yazılır. Dedim axı karbohidrogen deyəndə belə yazacaqsın. 2 mol yananda 6 mol CO2, 8 mol da su alınır. İndi əmsallaşdır. 6 karbon var deyə bura 3 yazacaqsan ki 6 karbon olsun. 16 dənə hidrogen var. 2 buradadırsa Y8. C3H8 D variantı. 86-da. Etanın yanmasından alınan qədər CO2 neçə litr butanın yanmasından alınır? Baxın, etanın yanmasından alınan CO2 istəyir. İstəyirsiniz etanı yandıraq, əmsallaşdıraq. Etanı yandıraq, əmsallaşdıraq. Altı üstünü dolduraq. Amma nə edirəm? Sxem qursam daha yaxşıdır. Onsa mən etandan CO2 ilə işləyəcəm orada. Mənə oksigenlə su lazımdır. Ox qoyuram, CO2 istəmir. Tənli yazdım, əmsallaşdırdım. 22,4 litr etanın yanmasından alınan qədər CO2. Gəlin görək neçə mol CO2 alınıb. Litrə litr yazıram, əmsal vururum 2,4, mola da əmsal. Bu eləyir 2. İndi deyir butanın yanmasından, neçə litr butanın yanmasından alınır? Butanı yandırıram, CO2 istəyir, əmsallaşdırdım. İndi deyir birincidən alınan CO2'yi, ikinciden alınan CO2'nin üstə yazanda, mənə burada deyir ki, neçə litr butan? X litr. Litrə əmsal vururum 2,4, mola da əmsal. Bu da eləyir 11,2, C variantı. %87'də hansı alkanın 2,2 qramının yanmasından bu qədər CO2 alınır? Alkan yazdım, ox qoyuram, CO2 istəyir yazdım, əmsallaşdırdım. 2,2 qramını verib, qramın altda emeri yazıram. 3,36 litr, litrədə əmsal vur 22,4 yazıram. Vergül atsam bura 0 gəlir. Elə, bununla bu gedir. Burada 112 yaparım da. Burada 20, burada da 3 qalır. 44 n bərabərdir. 42 n üstə gəl 6. 3'ü bura vurdum. Bunu da bura vurdum. N bərabərdir, yox, 2 n bərabərdir 6'ya, n deyir 3'ə. C3H8 imiş də bu. Aydın oldu mu variant? 88. Buxarlarının hidrogenə görə sıxlığı 43'dür. Hidrogenə görə nisbi sıxlıq düsturunu yaz. 43 bərabərdir n böl 2. N bərabərdir 6, 86. Alkanın emeri 14 n üstə gələk
2 bərabərdir. Emirini aldın 86. N deyilir 6-ya. C6 H14. B variantı. 89. 1 mol alkan yananda, bax 1 mol alkan. 3 mol CO2 alınır. Elə? Burada 3 karbon var. Deməli bu C3H8'dir. Bu da mənə deyir ki, karbon hidrogen arasındakı sigma rabitəni hesabla. Onsuz karbon hidrogen arasında hidrogen sayı qədər olur da 8 dənə. C variantı. 90. 3 litr etanı tam xlorlaşdırmaq üçün neçə litr xlor lazımdır? Etan C2H6-dır. Əgər bir karbohidrogeni tam xlorlaşdırmaq nə deməkdir bilirsən? Hidrogenin sayı qədər həmən molda halogen gəl. 6 hidrogeni yoxdur, deməli 6 mol xlor gəlirsən. İndi burada 12 dənə xlor olur. 12 xlorun 6-sı bunu əvəz eləyir. Gördün? Həmən 6 dənə xlor da 6 hidrogenlə sənə 6 mol H-xlor verir. Çünki materialımızda da alkanların halogenlərlə reaksiyasının sxemini belə yazmışdım. Belə yazmışdım. Yazmışdım ki, yəni sən burada nə qədər xlor gəlirsənsə, xlorun qabağına X yazmışdım. Demişdim buradan xlorun sayı qədər hidrogen çıxacaq və həmən qədər də xlor gələcək və həmən qədər də H-xlor çıxacaq. Sxem belə idi. Bax görsən 6 dənə deyə bunun 6-sını çıxartdım. 6-sını əysiltdim. 6 xlor qoydum yerinə və 6 mol H-xlor çıxdı. Nə deyir ki, indi burada? Mən 90'ı yazıram, düz deyil. 3 litr etanı. Neçə litr xlor lazımdır? X litr. Litrə əmsal veririm ki, 14. Bunlar gedəndə bu deyilir 18 A variantı. 91'də. Würz reaksiyasından alınması mümkün olmayan alkan hamımız bildik ki, CH4'dür. Bunun demiri 16'dır. Oksigenə görə nisbi sıxlıqdan danışırsa, oksigenə görə nisbi sıxlıq düsturu belədir. Oksigenin emirinə böləcəksən. Bu da eləyəcək 0,5 A variantı. 92. Nisbi molekul kütləsi 86 olan karbohidrogen. 1 molu yananda neçə mol su alınır? Doymuş karbohidrogen deyir də. Doymuş karbohidrogen disikloalkan, bir də alkan. Disikloalkan CnH2-dir. O 14-in bərabərdir 86. 86 14'ə bölünmür. Ona görə disikloalkanla işləyənmərəm. Deməli alkanla işləyirəm. 86'ya bərabər eləyəndə buradan N çıxır. Görsən 6 çıxır. Onda bu C6H14'dür. Bunun 1 molu yananda neçə mol su alınır? 7 mol su alınacaq da variant. Deməli alkandır. 93'ü izah eləyirəm, 94'də özünüz başınıza işlədib yazarsınız. Alkandır, CnH2-nin üstə gəl 2. Mənə deyir ki, bunun 7,2 qramında biz sizdə məsələnin şərtində verilən tənasübə biz heç vaxt müdaxilə eləyənmirik. Özü deyir 7,2 qramında 6 qram karbon var. Elə? 7,2 qramında demir. Bunun öz kütləsi neçədir? 14'in üstə gəl 2. Bunun 14'in plus 2'sində neçə qram karbon var? Neçə qram karbon var? 12. 7,2 qramında 6 qram karbon varsa, 14'in plus 2'sində də 12'in qədər. Vergülü attım 0, elə? Bundan bu 7. Bizə dəqiqə. Bundan bu gedəndə burada 2'in qalır, burada 10 qalır. 2'ni vuranda 144 N bərabərdir 140 N üstə gəl 20. 4 N bərabərdir 20'yə, N deyir 5'ə. C5 H12. Tənasüb qurdum da. Yəni o qeyri-adi bir şey deyil ki. Tənasüb qurur, cavab alırsan. 93'dür. Tənasübü düzgün qurun. 94'ü sərbəst yazırıq. 95. Deməli, metanın laboratoriyada alınma tənliklərindən biri. Demişdim, buranla burayı birləşdir. Yerdə qalanları da birləşdirəndə bunu verir. Əmsala ehtiyac da yoxdur. Qramın alt demir yazdım. Neçə litr qaz? Bu da 22,4. Elə 22,4 eləyir də variant.
Yox, bir dəqiqə burada. 82 verib. Hə, bunu da 20 qram verib. Üzr istəyirəm, 20 qram natr maaşı görmədim. Bunu deməli 40. Hə, neçə litr? X litr. Bu da litrin altı əmsal verilmiş 10-4. İndi baxıram ki, burada 2 tənasüb var. Tənasübün biri belədir. Mən X-i tapa bilərəm buradan. Bayaq bunu görmədim deyə, ona görə elə X-e 22-4 dedim. Aha, bir tənasüb də budur. İndi nəyi demək istəyirəm? Məhsulu tapmaq üçün 2 tənasüb görəndə məhsulu az olanla tapırlar. Azı necə tapırlar? Yuxarını aşağıya bölüb müqayisə eləyirlər. İndi bunlardan yuxarını aşağıya bölsək, bu 1 eləyir, bu 0,5 eləyir. Deməli, az olanı gördünüz. Az olan budur. Deməli, buradan tənasübü qurur, X-i tapırsan. O da 11-2 eləyir. C variantı. 96-da 0,1 mol karbohidrogen deyir, CXH yazdım. Yanıb 0,3 mol CO2 alınıb. Üstə gəl. 7,2 qram su deyir. 1 mol su neçə qramdır? 18. 7,2 qramı 18-ə böləndə 0,4 mol eləyir. İndi əmsallaşdıraq. Bu vergüllərin hamısını ataq. Ona vurdum da elə bil hamısını. Burada 3 dənə karbon var. Deməli, bu C3'dür. 8 dənə hidrogen var. C3H8. A variantı. 97. Hansı karbohidrogenin 3 molunu 15 mol oksigende tam yananda 9 mol CO2 alınır. Hansı karbohidrogenin 3 molu? 3 mol CXH yananda özü deyir ki 15 mol oksigen alınıb, 9 mol CO2 alınıb. İndi yanında CO2-lə su da alınır da bilirsiniz. İndi əmsallaşdıraq. 9 karbon var. Burada X3 eləyir. Elə. Burada 30 dənə oksigen var. 30 oksigenin 18'i buradadır. 30 oksigenin 18'i buradadır. Neçəsi qalır yerdə? 12'si. 12 dənə oksigen üçün buraya 12 yazmalıyım. Yazdım mı? Onda burada 24 dənə hidrogen eləyir. 24'ü 3'ə böləndə bu H8'dir də. C variantı. Ayda C variantı yox. Bir dəqiqə, mən hasını yazdım. Mən 96'yı yazdım, üzr istəyirəm. Bir dəqiqə. Yo 96'yı bayaq yazdım da. Hə, bu 97'dir, C variantı. 98. 2,3 dimetil butanın izomerini göstər. Yəni bunlar bir aças deyiləm ki. 2,3 dimetil butanda neçə karbon var? Butanda 4 dənədir, dimetildə də. Metildə 1, dimetildə 2. Butanda 4, dimetildə 2. Deməli bu C6H14, 6 karbonu var. İndi 6 karbonlu alkan bu izomeridir. Orada 6 karbonlu alkan aslı B variantıdır. Pentanda 5, metildə də 1, 6. B variantı. 99. Würz reaksiyasında nə dəyişir? Würz reaksiyası yazın. Bir dənə özünüz üçün balaca bir würz tənliyi yazın. Daha rahat bilək də. Nə dəyişir? Hidrogen dərəcəsi dəyişmir. Hər yerdə müsbət 1. Karbon dərəcəsi dəyişir. Karbon dərəcəsi dəyişir. Buna bax. -2-dən -12. Karbon atomunun hibridi dəyişməz. Xeyr. Buna baxın. Monohalogenli alkanın üstünə metal gəldim və alkan aldım. Gördün, hər ikisində alkan sözü işlətdim. Hibrid dəyişməz. Cavab orada 2'dir də. C variantı. 100'də. Hansı reaksiya doğru deyil? A variantı səhvdir. Çünki alkan doymuşdu. Doymuşlar da özünə heç nə birləşdirmir. O nədir? Alkan hidrogen birləşdirib. C5H14 nədir ki belə? A variantı səhvdir. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti videoda testimizin ardını izah edəcəm. Sağ olun.